Biz illərdir bu adıma baxıb gülürük. Bizim Məşədi İbad, yazıq qoca. Amma gəlin bir anlıq filmin möhtəşəm yumorunu bir tərəfə qoyaq və sırf bu adama baxaq. O kinomuzun yaratdığı ən murdar, mənfur, ən iyrənc xarakterlərindən biridir. 50 yaşında puluna güvənib 15 yaşlı uşağı satın almağa çalışan, pulum var deməli hər şey mənə halaldır deyə düşünən bir adamın daxilindəki o xəstə zihniyyəti çılpaqlığı ilə analiz edəcəyik. Və ən əsası bu gün də aramızda gəzən müasir Məşədi İbadların yansımasını görəcəyik. Filmin mükəmməl dialoqlarını bir kənara qoysaq, bu xarakterin mahiyyəti, bu filmin mahiyyəti nədir? Məşədi İbad yaşlanmış, amma tamahı ölməmiş varlı bir tacir. Müflisləşmiş Rüstəm bəyin 15 yaşlı qızı Gülnazı pul gücünə özünə almaq istəyir. Uşağın nə düşündüyü, kimi sevdiyi onun vecinə də deyil. Məşədi İbad üçün insan anlayışı yox, ancaq alınan mal var. O pulu ilə bir gəncin həyatını söndürə biləcəyinə o qədər əmindir ki, bütün hekayə boyunca bu təkəbbürlə addımlayır. Film əladır, dahiyənə bir komediyadır, bəli. Amma bu obrazın özü sırf mənəvi bir ixlasdır. Məşədi İbad bir insan yox, bir zehniyyətdir. O düşünür ki, dünyadakı hər şey, namus, sevgi, gənclik, insan ləyaqəti hamısı satılıqdır. Tək ki qiymətini biləsən. Tanış gəlir sizə hardansa. Günümüzdə bu cür insanların sayı çoxdur. Birazdan bunlara dəyəcəyik. Amma öncə Məşədi İbaddan danışaq. 15 yaşlı uşağa göz dikməyi təkcə qocalıq axmaqlığı deyil, bu birbaşa azğınlıq. İndi özünüzə sual verin. Bugün fərqlidirmi? Pulum var, deməli istədiyim qızla gəzərəm. Saçım var, deməli hamı ayağıma gəlməlidir deyən o tipik daylar, yaxud puluna güvənib quduranlar da məhz buradan törəyib. Məşədi İbadın mentalitetindən. İşin ən iyrənc tərəfi nədir bilirsiniz? Bu adam eləyəcəyi bütün murdarlıqlara belə mən məsumam qılıfı geyindirir. Məşədi İbadın o məşhur sözü, mənim bir eybim varsa, o da eybsizliyimdir. Bu sadəcə gülməli replika deyil. Bu xarakterin, obrazın arsızlığının zirvəsidir. Öz qüsurunu, azğınlığını və yaşını görməyən, tənqid olunanda isə özünü süddən çıxmış ağ qaşıq kimi qələmə verən bir psixoloq. Günümüzdə də bu adamları görmürük. Bütün dünyada rüşvətxor, tamahkar, yaxud başqasının həyatını xarab eləyən tiplər tənqid olunanda neynirlər? Məni çəkə bilmirlər, paxıllığımdan partlayırlar. İllüzor üstünlük sindromunun ən çirkin forması. Bəs belə bir adam biabırçı vəziyyətə düşəndə nə edir? Həqiqətlə üzləşir, özünü kim olduğunu anlayır. Xeyr, zarafata vurub aradan çıxmağa çalışır. Məşədi İbadın Rıza bəyə dediyi o söz, gəlini gətirəndə bir baxmadınız ki, bu arvaddır ya kişidir. Bu cümlə xarakterin maskasıdır. Öz rüsvayçılığını uşaq kimi zarafata vurub örtbaslı eləməyin cəhdi. İnsan nə qədər sırtıq olmalıdır ki, o çirkin niyyətinin boşa çıxmasını belə şoya çevirsin. Biz aktyorun oyununa gülürük, amma xarakterin özü bir insanın necə alçala biləcəyinin sübutudur. Aktyor mükəmməldir. Aktyor rolunu elə gözəl oynayır ki, doğrudan da sən o obrazdan nifrət edirsən, amma həm də gülürsən. Yəni bunu eləmək doğrudan da çox çətindir. Biraz simpatiya da yaradır, amma obrazın dərinliyinə getsək, bu obraz çox çirkindir. Amma yenə də deyirəm, aktyoru əhsən, film əladır. Və pulunun keçmədiyi yerdə bu adam dayanır. Təbii ki, yox. 15 yaşlı qızın evinə gecə yarı divardan aşırıb girmək deyən bir adam. Bütün var dövləti var, amma mənəviyyatı o qədər sıfırdır ki, sevgini və diqqəti ancaq divardan aşaraq zorla ala biləcəyi insanlar. Bugünün müasir dili ilə desək, bahalı maşın alıb kədə qızları siqnal verən, Instagramda brand geyimlərini gözümüzə soxub mənə baxın deyə yalvaran tiplərdən nə fərqi var bu Məşədi İbad xarakterinin? Vasitələr dəyişib sadəcə. Biri hasardan aşırdı, o biri story paylaşır, siqnal verir. Amma ikisi də mənəviyyat dilənçidir. Filmin sonunda Məşədi İbad düşündüyü kimi pulla hər şeyi həll edəcəyini sanarkən, elə bir fəndə gəlir ki, elə bir sürprizə üz-üzə qalır ki, bütün planları darmadağın olur. O gün ala bilir, yoxsa öz tələsinə özü düşür. Hekayənin sonunu filmi izləyənlər yaxşı bilir. İzləməyənlər üçünsə açıq saxlayıram. Gedib mütləq baxın ki, mənfur zehniyyətin sonunda necə öz pulunun altında qaldığını görəsiniz. Ən acınacağı tərəfi isə budur. Bu tip insanlar sonda məğlub olsalar belə, daxilən heç vaxt dərs almırlar. Yəni cahil həmişə cahillikdən məmnundur. Üzeyir Həcbəyov bu obrazla cəmiyyətin içindəki bu çürüməni zamanında mükəmməl göstərir. Filmin böyüklüyü də məhz elə bundadır. Bizi gülə-gülə bu xarakterin çirkinliyi ilə üz-üzə qoyur. İndi siz deyin, sizcə Məşədi İbad sadəcə dövrün zərərsiz bir qocasıdır, yoxsa mənəviyyatsızlığın kinodakı tərəssümü? Bugün ətrafınızda pula güvənib eyni ilə bu addımları atan neçə nəfər tanıyırsınız və ya eşitmisiniz? Fikirlərinizi şərhlərdə bölüşün. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Kommentoloqda görüşək.